Salam əziz investorlar. Layihə sizinlə əlaqə saxlayır Guru Markets. Şirkətin ümumi məlumatlarından başlayaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Tədqiq olunan təşkilatın hər bir göstəricisini daha yaxından öyrənməyi təklif edirik. İndi şirkətin əsas göstəricilərinə baxacağıq. Meta Platforms Inc. ticker META. Bu baxış 18 iyun 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Meta Platforms Inc. alt kateqoriyaya aiddir. T-internet müqayisədə 62 təşkilat iştirak edir və bu çox təmsil edicidir. Tədqiq olunan şirkət üçün ümumi nəticə aşağıdakı kimidir: 10 baldan 3 bal. Alt kateqoriya üzrə orta bal 2,6 bal. Çox geniş baxsanız, bütövlükdə bütün fond bazarı daxilində. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,8 bal olduğunu görürük. 3 xal hesabına qarşı Meta Platforms Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Meta Platforms Inc. və alt kateqoriyalı şirkətlər. 12 aydır hissləri görürük. Meta Platforms Inc. 38,3% dəyişiklik göstərib. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı %17,6. Şirkətin bazar kapitallaşması Meta Platforms Inc. 1753,4 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 10,253 milyard dollardır. Şirkətin balans dəyəri 159,8 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 1023 milyard dollardır. Fond bazarının paylarını və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Meta Platforms Inc. Alt kateqoriyada birja dəyəri qiymətləndirilərkən %17,97. Kitab kapitallaşması 15,617% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi PIS -1 bal. Şirkətin maliyyə öhdəlikləri 43,15 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 27%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri reytinqi yaxşı 1 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 26,3-dür. Alt kateqoriya üzrə orta göstərici 29,2-dir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda mənfəət 66,639 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin 71,142 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 10,3-dür. Alt kateqoriyada orta göstərici 6,5-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi TOLED -0,5 bal. Son 12 ayda gəlir 170,370 milyon dollar olub. Növbəti 12 ay üçün forward gəliri şərti olaraq 181,150 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Proqnozlaşdırılan gələcək satış həcmləri göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada orta hesabla 22,4% olmaqla satış marjası 39,1% təşkil edir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 3,266% təşkil edir.
Bu, bazar kapitallaşma payından 423% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği 23,667 min dollara bərabərdir. Alt kateqoriyada isə 4521 min dollar var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının həcminin qiymətləndirilməsi, keçərli 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti 899,7 min dollardır. Alt kateqoriya üçün orta hesabla 154,7 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi, yaxşı 0,5 bal. Təşkilatın bir işçisinə düşən gəlirin həcmi 2300 min dollardır. Alt kateqoriya 691 min dollar. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bir işçiyə düşən gəlir, yaxşı 0,5 bal. Satışa çıxarılan səhmlər 1,4%, alt kateqoriya üzrə orta hesabla 1,1% təşkil edir. Texniki göstərici ROAS 14 şirkət üçün %65 səviyyəsini göstərir Meta Platforms Inc. Alt kateqoriyada bu səviyyə təxminən 65% təşkil edir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən 697 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 703 dollardır. Sifariş cədvəlinə baxaq, o mövcuddur, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli müəyyən bir mövsümdə səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi tərəfindən qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhmlərin təhlili nəticəsində Meta Platforms Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilir. Video baxış olduğu üçün müqaviləni açmayın. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün təşəkkür edirik. Guru Markets.